imkanı olan insan həcc etməlidir. Həcci təxirə salmaq olmaz, əgər imkanın varsa. Adam var, ümrəni çox edir, amma həccə gəlin, həcc eləmir. Deyir, qardaş, vallahi həcc ondan üstündür. Həcc ondan üstündür. Nəyə bənzər? Yenə misal gətirək. Allah Teala qiyamət günü bəndədən ilk soruşu əməl nədir? Namaz. Namazı naqis olanda nə deyirlər? Nə deyir Allah Teala? Baxın görün nafilələri var. Niyə o naqisliyi? Doldurmaq üçün. Doldurulubsa, naqislər doldusa, tamamlandısa, Allah Teala əff edir, bağışlayır. Yox, yenə nafilə yoxdursa, namaz da natamamdırsa, belə deyək də Allah Subhanahu taala ondan bu əməli qəbul edəmir, düzdür? Yəni onu pis aqibət gözləyir. İndi bu insan da ümrələrini edir, lakin həcc yəni həcc eləmir. Yaş Allah bir insandan fərzi soruşacaq, yoxsa nafiləni? Əlbəttə fərzi soruşacaq. İmkanın olub sağlam olmasa etməmsən, qiyamət günü nə cavab verəcəksən? İstəyirsən hər il ümrə elə, hər il Ramazanda elə, qardaşım, həcc öndədir. Həcci və ümrə eləmirsən, boynundan vacibat düşdür. Çünki bir dəfə vacibdir, səhih olan odur. Digərləri müstəhəbdir. İndi həcc edir, qardaşım, həcc elə. Hər dəfə ümrə edirsən, ildə 3 dəfə, 4 dəfə ümrə edir. Həccə gələndə həccə gedmiş. Həcc ibadəti fərz ibadətdir və Allaha da ən sevimli olan ibadətlər fərz ibadətlərdir. Ona görə hər bir insan gərək bu şeylərdən yaralansın, aqil olsun. Bilsin ki, həcc etmək də günahlarına kəffarədir. Və bu cür həccin də səhih, doğru olan həccin mükafatı da cənnətdir. İnsan özü gəlir xeyirdə məhrum eləməsin.